Xor deyil, bir gedək. Nəqarətin biri məndədir. Sən qardaşım, mən... Onda birinci sən kimi oxuyacaq o başlasın. Hə, başlayaq. Onda Ondan sən- övrək, ayda ilk qurban mən oldum. Hə, mən Gəlin. elə Hə, olsun. qoy sıralama düz Mən olsun. bu açıdan Əllərim çəkəcəm. bumbuzdur. Anladın? Niyə yıxılırdın aşkım? Gəlin, qardaşım. Həy, Gələsiz. sən ver mənə naşıqı. Burada mahnı gedəcək, o kadar Bəli. bilgisizim yəni. Bu arada mən iddia eləmirəm səsim var. Prosta izləyicilərimizlə xatirə qalsın deyə qışqırıram. Yox, qışqırmırsan. İzləyicilərimizlə xatirə qalsın deyə bu mahnını çıxardırıq və siz bilirsiniz ki, bizi izləyicilərimiz doğum günlərinə çağırırlar, məclislərinə dəvət eləyirlər. Ora gedəndə əli boş gedirik belə. İzləyicilərimizə, doğum günü olan izləyicilərimizə hədiyyə kimi hazırlayırıq bunu. O zaman let's go. Ürəyim partladı. Arkadaşlar şu an danışa qulağımda öz səsimi eşidirəm. Eşitsən mikrofonu. Hə, Allahım, mən özüm öz səsimi eşitsəm, yəni inan. İlk dəfə öz səsini eşidən Sən də insanın eşidirəm. duyğusal anları. Yox ya aşkım, qarğı səsimi. Bunu editləyəsiniz, öz səsi ilə tanış olun. Aşkım. Yıxılır. Qarğı səsimi mən oxuya eşitsəm həyatıma nifrət eləyərəm. Allahın dostu, yazığım gəldi Ya sizə. bunun üçün başqa bir müğənninin səsini qoyub öz səsini eşitmək. Yaxşı, getdim mən birlikdə.